Sirli raundun 4-cü mövzusu qadın böyük qüvvədir. İlk sual dəyəri 300. Məhz bu filmin sonlarına yaxın Əhməddə Leylaya qarşı yaranmış məhəbbəti hiss edən Oqtay Xəmsə komandası. Əhməd haradır? Qadın böyük qüvvədir ifadəsini işlədir. Əhməd harada da filminin sonunda baş verir bu. Cavab doğrudur. 1833-cü ildə yazılmış Qara Toxmaq qadın povestinin müəllifi məhz bu rus şairdir. Puşkin. Asan bir sual idi. Qadın böyük qüvvədir 900. Azərbaycan ədəbiyyatında ilk ideal qadın və ilk hökmdar qadın obrazı məhz bu poemada verilib. Sarı xatun. Sarı xatun. Sarı xatun cavabı səhvdir. Xəmsə komandası. Müşabə. Bu poemada verilib. Cavab səhvdir. Digər komandalar cavab vermirlər. Xosrov və Şirin poemasında verilib. İdeal qadın və ideal hökmdar xanım. Mövzunun 4-cü sualı diqqətli olun. 1629-cu ildə bu uzaq şərq ölkəsində qəbul edilmiş qanuna görə qadınların teatrda oynaması qadağan edilmişdir. Uzaq şərq ölkəsi. Görünür düzgün cavab olmayacaq. Yaponiyadan söhbət gedirdi. Yaponiyada uzaq şərq. Mövzunun sonuncu sualı nominal 1500. Andrew Lloyd Webber'in və Tim Rice'ın birgə yazdığı bu musical Eva Peron'un Qırmancılı Qadın adlı avtobiografik kitabına əsaslanıb. Evita. Bax, belə bir adı daşıyırdı bu musical. Sirli raundun 5-ci mövzusu taclı mövzu. Bu mövzudan sonra biliklər tacının kimin başdan daha çox yaraşdığı məlum olacaq. Sirli raundun sonuncu mövzusu taclı mövzu adlanır. Taclı mövzu. İlk sual nominal 300. Moğolların şahı Storm komandası. Tac Mahal. Şah Cahanın xanımı Mümtaz Xatun üçün bitirmiş olduğu bu mavzəlik Agra çayının sahilində yerləşir. Tac Mahal. Davam edirik. 1920-ci il martın 1-də Xalq Cümhuriyyət tərəfindən yaradılmış Azərbaycan Teleqraf Agentliyini biz bu adı altında tanıyırıq. Azərtac. Gecdir. Azərtac adı altında tanıyırıq. Taclı mövzu 900. 19-cu əsrin əvvəllərində bu imperatorun tac qoyma mərasimində Roma papası şəxsən özü iştirak etmişdi. 19-cu əsrin əvvəlləri imperator 1-ci Napoleondan söhbət gedirdi. Davam edirik. Taclı mövzu 1200. Bu 1-2 milyon Kelvin dərəcəsinə çatan yüksək iyonlu plazmadan ibarət olub, günəş atmosferinin xaricində müşahidə olunur və hətta günəşdən çox uzaq məsafələrə də yayıla bilir. Günəş tacı və ya günəş haləsi. Cavab belə idi. Taclı mövzunun sonuncu sualı. Nominal 1500. Bu Fars tacik şairi 1480-87-ci illərdə yazılmış 7 tac poemalar silsiləsinin müəllifidir. Əbdürrəhman Cami. 7 tac poemalar silsiləsinin müəllifi məhz odur. Fərdi raund. Bu raundda hər beşlikdən bir oyuncu iştirak edir. Beşliklərin nümayəndələri onlara təklif edilmiş 5 mövzudan yarışmaq istəmədikləri birindən ardıcıllıqla imtina edirlər. Yerdə qalan mövzunun sualları beşliklərin nümayəndələri üçün səsləndirilir. Bu raundda mövzunun ilk sualına doğru cavaba görə 400, sonraki suallara doğru cavaba görə müvafiq olaraq 800, 1200, 1600 və 2000 xal verilir. Yanlış cavab verilməsi həmin xalların komandanın hesabından silinməsi ilə nəticələnir. Beləliklə oyunun 4-cü mərhələsinə qədəm qoyuruq. 4-cü mərhələ fərdi raund adlanır. Bu ana olan duruma nəzər yetirək. Storm komandası 400 xal toplayıb, Uğur komandasının hesabında 700 xal var. Xəmsə komandası 2400 xala malikdir. Və liderimiz Hərum komandası 4300 xal. Fərdi raundun qaydalarına əsasən 5 mövzu elan olunur və komandalar növbə ilə imtina edirlər. Mövzularla tanış olun. Yusif, Çini mövzu, fauna, futbol və avto. İlk olaraq Storm komandası, buyurun. Çini mövzudan imtina olundu. Uğur komandası. Yusif. Yusif mövzusu artıq olmayacaq. Xəmsə komandası. Avto. Avto mövzusunu oynamayacaq. Və son olaraq Hərum komandası öz seçim etsin. Futbol mövzusu da olmayacaq.
Beləliklə fauna mövzusu. Fauna mövzusu ilə davam edirik. Fərdi raundda fauna adlı mövzu oynanacaq. İlk sual dəyəri 400. Meşələr və çöllər ilahəsi olan heyvan sürülərinin himayəçisini Romalılar belə adlandırırdılar. Fauna. Fauna 800. Abşeron rayonu ərazisində yerləşən bu su anbarı 1956-cı ildə Xəmsə komandası. Ceyranbatan su anbarı 1956-cı ildə istifadəyə verilib. Cavab dəqiq idi. Fauna 1200. Rejissor Rasim İsmayılovun bu filmi Yuri Yakovlevin eyni adlı nağıl povestinin masivləri əsasında lentə alınıb. Şir evdən getdi. Fauna mövzusundan növbəti sual. Boyakarlıq, heykəltaraşlıq və qrafikada heyvanlar aləminin təsvir edilməsi bu janrın mahiyyətini təşkil edir. Janrın adı. Animalistik janr. Fauna 2000. Almaniya yığma komandasının məşqçisi olmuş bu futbolçunun ləqəbi Terrier idi. Terrier. Hal-hazırda həmin futbolçu Azərbaycan yığma artıq gecdim. Azərbaycan yığma komandasına baş məşqçilik edir. Bertie Fox bu ləqəbi daşıyırdı. Xəmsə raundu. Bu raundda hesabında müsbət xal olan komandalar iştirak edə bilər. Bu raundda komandalar hesabında olan xaldan çox, bir xaldan az olmamaq şərti ilə digər komandaların bilmədiyi məbləğdə yazılı şəkildə gediş edirlər. Bütün komandalar gediş etdikdən sonra aparıcı sualın mövzusunu və xəmsə sualını səsləndirir. Komandalar bütün heyətləri ilə sualı müzakirə etdikdən sonra cavabı yazılı şəkildə verirlər. Düzgün cavab verilməsi halda komanda gedişinin məbləği həcmində əlavə xal qazanır. Səhv cavab verdiyi təqdirdə komanda gedişinin məbləği həcmində xal itirir. Nəticədə rəqiblərdən daha çox xalı olan komanda qalib olur. Xəmsə raundunun mövzusu ədalət mühakiməsi. Bu mövzuda ədalət mühakiməsini bəzən gözə görünməyən mübahisəli tərəflərindən bəhs olunur. Beləliklə gəldik, çatdıq həlledici məqama. Xəmsə raundu oynanacaq. Ancaq öncə son duruma nəzər yetirək. 4 raundun yekununda Uğur komandası 700 xal toplayıb. Storm komandasının hesabında 400 xal var. Xəmsə 3200 xal və liderimiz Hərum komandası 4300 xal. Artıq komandalar Xəmsə raundu üçün gedişlərini ediblər və mövzuyla və sualla tanış olmağın vaxtıdır. Xəmsə raundunda ədalət mühakiməsi mövzusu oynanacaq. Sual isə belədir, diqqətli olun. BBC-nin şərhçisi Kenneth Wolstenholme əminliklə demişdi. Yox. Kimin hə dediyini isə siz tapacaqsınız. Söhbət kimdən gedir? Vaxt. Vaxt bitdi, cavabları təqdim edin. Beləliklə komandalardan yazılı surətdə cavablar təhvil alındı. Storm komandasının 400 xalı var idi. Onların gedişi də 400-ə bərabər idi. Komanda suala düzgün cavab vermədi. Və belə də onların xalları sıfıra indi. Uğur komandası 700 xala malik idi. Komanda 101 xal gediş etdi və suala düzgün cavab tapa bilmədi. Və belə də onların xalları 599 xala bərabər oldu. Lider Hərum komandası